Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin ve ali Muhammed ve accil faracahum. Əminallah ziyarəti. Əllamə Məclisi deyir ki, bu ziyarət mətn və sənəd baxımından ən yaxşı ziyarətdir və bütün müqəddəs rövzələrdə buna riayət olunmalıdır. Onun sənədi Cabirdən və İmam Muhammed Baqir əleyhissalamdan nəql olunmuş mötəbər sənəddir. Belə ki, İmam Zeynəl-Abidin əleyhissalam Əmir-əl-Mömininin ziyarətinə gəlmiş, o Həzrətin qəbrinin yanında dayanıb ağlayaraq demişdir: Salam olsun sənə, ey Allahın yer üzündə əmini və bəndələrinə höccəti. Salam olsun sənə, ey Əmir-əl-Möminin. Şəhadət verirəm ki, sən Allah uğrunda Allah üçün ona layiq olan cihadı etdin. Allahın kitabına, əməl və Peyğəmbərinin sünnəsinə itayət etdin. Nəhayət, Allah səni öz yanına dəvət edib və öz iradəsi ilə ruhunu əbədiyyətə qovuşturdu. Sənin şəhadətinlə Allah tərəfindən düşmənlərinə höccət tamamlandı. Baxmayaraq ki, sənin öz vücudunda bütün məxluqat üçün yetərincə sübutlar var. İlahi, nəfsimi öz təqdirinə arxayın və aram, qəza qədərinə razı, öz zikir və duana həris, dostlarının seçdiklərinə məhəbbət bəsləyən, yerdə və göydə sevimli, bəlaların nazil olduqda səbirli, nemətlərinin artımında şükür edən, bol nemətlərini xatırlayan, sənin görüş sevincinə müştaq, cəza günü üçün təqva toplayan, övliyalarının sünnələrinə tabi, düşmənlərinin əxlaqından uzaqlaşan və öz həmd-sənan ilə dünyadan üç çevirən et. İlahi, həqiqətən sənin dərgahında diz çökənlərin ürəkləri sənə valihdir. Səni istəyənlərin nişanəsi aydındır. Ariflərin qəlbi səndən qorxur, dua edənlərin səsi sənə tərəf uzalır və qəbul qapıları üzlərinə açıqdır. Səninlə münacat edənin duası müstəcabdır. Sənin dərgahına üst tutanın tövbəsi məqbuldur. Sənin xofundan ağlayan gözlər rəhm olunmuşdur. Səndən yardım diləyənə köməyin vardır. Səni imdada çağıran üçün imdad etməyin əvəzsizdir. Bəndələrinə verdiyin vədlərinin yerinə yetməsi şübhəsizdir. Ayağı büdrəmiş kimsə səndən üzr istədikdə üzürlü hesab olunur. Əməl edənlərin əməli sənin dərgahında qorunur. Mövcudat üçün ruzilərin sənin dərgahından artıqlaması ilə nazil olur. Günahlarının bağışlanmasını istəyənlərin günahı bağışlanmışdır. Bəndələrinin hacətləri sənin yanında rəva qılınmışdır. Səndən istəyənlərin hədiyyəsi sənin dərgahında boldur və bir çox bəhrələr onlara yetişir. Sənin ehsan, süfrən, təam istəyənlər üçün hazırdır. Susuzlar üçün sənin yanında su hovuzları doludur. Elə isə ilahi, duamı müstəcab, tərif və səlamı qəbul et. Muhammed sallallahu aleyhi və alihi və səlləm, Ali aleyhissalam, Fatimə salamullah aleyha, Həsən aleyhissalam və Hüseyn aleyhissalamın hörmətinə xatir məni öz vəlilərinlə bir yerə topla. Həqiqətən sənsən mənim nimətlərimin sahibi, ümidimin sonu və arzularımın nəhayəti. Velhamdülillahi Rabbil alemin.